Bu bir ayda ne zulmuna çeksemse bir Allah şahittir. Bu oruçluğun gününde. Kardeşin, büyük kardeşin yatmır. Bir ağıran eli seka düşer. Ne olar? Paşa kadınla çık ortaya. Paşa yazık Allah'ın olsun. Ya gecesi var ya gündüzü. Kaç eder paşa kadınla. Öbür kardeşlerle zarar yoktu. Paşa kadınla çık ortaya. Paşa. Paşa kadınla. Sen bilirsen mi? Sen göre paşa neler eləyibdi. Ular geldi sizler bilmeyibdi. Ben malımı, karımı, her şeyimi senin kapağı töymüştüm. Ölüme gelende zakat verirlerdi ki taksi pulum ver. Gelende taksi pulum vermişim. Kardeşim ver ben yok. Səhv eləmişsiniz də. Bax elə onda səhv eləmişsiniz. Ben işlememişim. Ümumiyyətlə, ay xanım, hər bir insan, bir saniye, hər bir insan gözəl xanım. Pərvindən evini xətrinə Danışa bilmir, icazə verir. İcazə vermir danışa. Şu ayrılık olmasaydı. Bilirsiniz necədir? Dəyər məsələsi var. Məsələn, mən özümdən deyirəm ki, əvvəllər, yəni məsələn, mənə müraciət etmədən insanların üstə qoşardım, deyərdim sənə nə lazımdır, nəsə kömək eləyim. Gördüm, adi hal kimidir. Elə bilirlər ki, mənim borcum var. İndi məni kim sayıram. Kim mənə hörmət eləyir, edirəm. Kim mənim adımı, yəni mən o insana o cür münasibət bəsləyirəm, belə də olmalıdır. Övladlarınıza da elə. Dəyəri siz verməlisiniz övladınıza. Siz dəyər vermədiyiniz övladınız dəyərsiz olacaqdır. Dəyər verin ki, sən qızının yol pulunu da verdiyin üçün bugün qızın ortada yoxdur. Deməli belə, Söygülü 6 fevralda Ağdaşda qaynatanın evindən yoxa çıxıbdır. Qaynata o baldızın göstərdiyi görüntüləri verin Şahin. Deyir ki, o oradan qaçıb, çıxıb, biz heç nə deyə bilmərik. Bəlkə də mən heç bir söz deyə bilmərəm. Amma oradan çıxmaq nə dərəcədə mümkündür mən bilmirəm. Bahar isə 3 uşağı ilə Türkiyəyə qaçmışdı. Onun Gürcüstana getdiyi haqqında məlumat Sən Axtarıramda burada verildi. İndi Atacan gəl bura. Ay ağlar ata, mən sizin kimi ata yalnız öz atamı görmüşəm. Balaları üçün canını verən, balaları üçün göz yaşı tökən, yəni bilmirəm, bəzən göz yaşını bizdən gizlədib ürəyinə göz yaşlarını axıdan. Əgər sənə desəm ki, qızın Bahar tapılıb desəm, sevinəcəm. sevinəcəksin. Bəli, sevinəcəm. Bahar, Bahar, Bahar. Atan göz yaşları tökür. Bahar, ona bir ata denen. Ata denen. Bahar. Eşitirəm ana, gəl evimizə. Gəl evimizə. Gəl evə deyir. Gəl, arkanda dayanacam deyir. Bahar, bunu o biri telefonla yığa bilərsiniz 501 ilə. Bahar Gürcüstanda tapıldı savaşçılar. Türkiye'ye uçtu. Türkiye'den Gürcistan'a uçtuğunu aydınlaştırdık ve halihazırda Gürcistan'dadır Bahar ve Bahar. Ona müraciətin. Bahar atan eşidir səni. Ata. Eşitirəm ana, gəl evimizə ana. Bax, həmişə kimcənin arxanda duracaq. Ata, hər şey yaxşıdır. Nə Mən deyirəm, gəldim. evdən gəlsən, hər şey eləyəcəm. Yenə də. Mən
mən uşaqlarımla burada xoşbəxtəm. Nə olar, məni başa düş, yalvarıram sənə. Gel evimize. Gel. Yox, mən gəlmirəm. Mən Azərbaycana gəlməyəcəm. Papa. Niyə gəlmirsən qızım? Niyə gəlmirsən? Sebebini diyeyim ben de dedim de kızım. Mən öldürəcəklər orada, mən bilirəm. Seni hiç Kim kes öldürə öldürə bilər bilmez. səni? Dünya dərəbəylikdir mi Bahar? Seni hiç kes Kim öldürə səni bilmez. öldürə bilər? Bahar, sən niyə getmisən? Bahar, sən niyə getmisən? Mənim getmək səbəbini deyə bilmərəm. Papam bilir səbəbi. Səs verə Papam bilərik. nə bilir? Şahin, Papam nə səs bilir? rejissorum. Atan ne bilir kızım değil. Nəyi Bana bilir də? Sən Bana niyə nasıl getmisən? Həyat yoldaşın burada sənin üçün göz yaşı tökür. Atan göz yaşı tökür. Mən yaxşıyam, mənim üçün narahat olmasınlar. Nə vaxt istəsələr danışacağam onlarla. Uşağı da yoldaşıma göstərərəm. Amma mən Azərbaycana gəlmirəm. Qızım, ilk dəfədir sən gedirsən də bu ölkədən çıxırsan, hə? Bəli. Sən nə bilirsən? Türkiyə uçursan, oradan Gürcüstana uçursan. Kimdir sənin arxanda? Kimdir səni oralara aparan? Kim dayanıb sənin arxanda? Mənim arxamda Allah var. Allahdan Yox, başqa Bahar, heç mən sənin arxanda olanı da bütün hər şeyi bilirəm. Amma efirdə üçün açıqlamıram. Efirdə heç, sən özün də bilirsən mən bunları bilirəm. Bugün mən səninlə danışanda hər şeyi sənə dedim, düzdürmü? Düzdür, mən də sizlə danışanda dedim nə səbəbə görə. Yox, mənə demədin. gəlmirəm. Mən sənə dedim, sən təsdiqlədin. Sən mənə heç nə deməmsən. Sən mənə başqa səbəblər dedin. Mənsə sənə gerçəkləri dedim. Mən bunun heç birini açmayacağım. Bu sir sənin və mənim aramda qalacaq. Amma səndən ricam var. Bu kişini bu cür eləmə qızım. Qoy özü atan özü müraciət eləsin. Mən niyə müraciət Ya edirəm? lan kaç gel evimize her şey olacak. Ata, Yaxşı yox, olacak yani. gəlmirəm. Mən gəlmirəm ata. Əgər məni istəyirsənsə məni rahat buraxın. Yenə Necə? deyirəm, sizlə əlaqəmi kəsməyəcəm. Deyir, Amma əlaqəmi mən kəsməyəcəm. Əgər Azərbaycana məni gəlmirəm. istəyirsənsə, məni rahat burax. Ben seni rahat bırak. Buradan ben neler yaşayayım sensiz. Mən Kimi arxalanım? vaxtımız bitir. Sabah qaldığımız yerdən davam edəcəyik. Bahar günlər sonra Gürcüstanda tapıldı əz tamaşaçı ilə, hər hazırda da atası ilə danışdı.